Salam, hörmətli müdamlər, dəyərli müəllimlər. Bu video izahda fiziki tərbiyəyə aid olan sınağın izahına baxacağıq. Sınaqda bir neçə mövzunun, yəni belə deyim, birləşməsidir. Gəlin sualları oxuyaq və düzgün şəkildə cavablandırmağa çalışaq. Həm mövzunu təkrarlamış olaq, eyni zamanda da suallara cavab tapaq. Başlayaq birinci sualdan. Qaçış zamanı burunla nəfəs almaq, ağızla nəfəs vermək üsulunun üstünlüklərini izah edin. Niyə, nə üçün, nə səbəbədir sakit tempdə hər 3-4 addımdan bir nəfəs almaq məsləhət görür? Niyə, nə üçün, səbəbinin deyin. Niyə belə olur sizcə? Bunu demək üçün təfəkkürün hansı növü lazımdır, dəyərlimi? Gəlin təfəkkürlə tapın. Fərqi yoxdur. Taksonomiyanın birincisini tapa bilərsiniz, sonra təfəkkürünü tapa bilərsiniz. Fərq etməz. Niyə baş verir? Niyə, nə üçün 3-4 addımdan biz nəfəs alırıq? Tənqidi təfəkkürdən istifadə elədim, yox. Sistemli təfəkkür var, yox. Nə yaratdım ki, yaradıcı niyə gördüm ki? Məntiqi təfəkkürdürmü? Bəli, məntiq lazımdır. Suala cavab vermək üçün. Niyə, nə üçün, nə səbəbə deyirəm? Bunun üçün də nə lazımdır? Təhlil elədiniz, nəsə xeyr eləməz. Bu anlamaqda sadə. Anlamaq, məntiqi təfəkkür, biliyin də növünü soruşsaydılar deyərdik konseptual bilik. Soruşmadılar, amma yenə də biz təkrarlamaq məqsədi ilə qeyd edək ki, konseptual bilik, məntiqi təfəkkür anlamaq mərhələsidir. Bir şeyin səbəbini soruşur, niyə, nə üçün, bunu izah etmək üçün anlamaq, dərk etmək, başa düşmək lazımdır. Anlamaq, məntiqi təfəkkür, konseptual bilik. Baxırıq ikinci suala. Maneəli qaçış estafeti zamanı şagirdlər sırayla müəyyən trayektoriya üzrə fiziki hərəkətləri maksimum sürətlə və təhlükəsizlik qaydalarına əməl edərək yerinə yetirirlər. Baxın, dəyərli müdamlərimiz, burada estafet qaçışından gedir, koordinasiyadan, trayektoriyadan söhbət gedir, qaçışdan söhbət gedir, fiziki tərbiyədən söhbət gedir. Başqa fənni gördük biz burada. Biologiyadan, coğrafiyadan, riyaziyyatdan nümunə gördünüzmü? Xeyr, burada ancaq bir fəndən söhbət gedir, yəni fənnin daxilindən hərəkət edir. Fənnin üstü inteqrasiya yoxdur. Birbaşa da cavabı tapa bilərsiniz, amma imtahanda sürətli variant tapmaq və yaxud da vaxt qazanmağın yollarından biri də budur ki, variantları da çıxıb tapa bilərsiniz. Fənlər arası açıq aydın görürük ki, burada fənlər arası yoxdur. Ancaq nədən gedir? Fiziki tərbiyə fənnindən söhbət. Fənnin üstü yoxdur. Fən daxili var. Aha, əla, fən daxili var. Müəllim bizə fiziki tərbiyə dərsində bunu öyrədib. İndi biz də onu nə edirik? Təhlükəsizlik qaydalarını əməl edib yerinə yetirir. Bizə qaçışdı, trayektoriya üzrə necə qaçmağı müəllim bizə öyrədib, biz də nə edirik? Qaydalara əməl edib yerinə yetiririk. Öyrəndiklərimizi həyata keçirdirdiksə, taksonomiya hansı mərhələsinə aiddir? Bəli, dəyərli müdamilər, tətbiq etmə, öyrənmişəm, indi həyata keçirəm, yerinə yetirirəm də, yəni niyə dəyərləndirmək olsun ki? Mövqe bildirmədim, münasibət bildirmədim. Öyrəndiklərimi həyata keçirmək nədir? Tətbiq etmək mərhələsi. Düzgün cavabımız oldu A variantı. Baxırıq üçüncü suala. Şagird turnikdə dartınmaq üçün müəllimin hərəkətlərini izləyir, müəllimin hərəkətlərini təkrarlayır. Canlı izləyirəm, müəllim nə edirsə, mən də onu bir növ kopyalayıram. Onun hərəkətlərini izləyirəm, təkrarlayıram. Hərəkətlərə baxıb təkrarlamaq, hərəkətlərini kopyalamaq hansı mərhələyə aid edir? Ümid edirəm ki, artıq cavabı özünüz tapdınız. Bəli, bu imitasiya mərhələsinə aiddir. Müəllimə baxıram. Tutaq ki, müəllim lövhədə A hərfini yazır. Müəllimin əl hərəkətlərinə baxıram, mən də dəftərimdə A hərfini yazıram. Hərəkətlərə baxıb təkrarlamaq imitasiya mərhələsinə aiddir. Yəni, psixomotor taksonomiyanın imitasiya mərhələsindədir. Daha sonra baxırıq dördüncü suala. Aşağıdakı tapşırıqlardan hansı dərin bilik səviyyəsində genişləndirilmiş düşünmə. Genişləndirilmiş düşünmə neçənci səviyyədir, dəyərli müdamilər? Bəli, 4-cü səviyyədir. İndi deyirlər ki, 4-cü səviyyədə olan fikir axtarın. Gəlin bir yeri tapaq. Müəyyən idman növündə texniki icra, əməkdaşlıq və təhlükəsizlik qaydalarını birləşdirən, bunu dərs izah eləyəndə demişdik, bir çox öyrəndiyiniz məlumatları birləşdirirsinizsə, sintez eləyirsinizsə, məlumatları araşdırıb yeni nəticəyə gəlirsinizsə, yeni məhsul hazırlamaq, orijinal məhsul hazırlamaq hansı səviyyədə idi? Ümid edirəm ki, cavabı özünüz tapdınız. Bəli, bu 4-cü səviyyəli sualdır elə. Deyir ki, bunları birləşdirən praktik ssenari hazırlayın, qiymətləndirmə meyarlarını, yəni ssenari hazırlayın deyir. Bu qaydaları birləşdirin deyir. Deməli, bu neçənci səviyyəlikdir? Bu elə 4-cü səviyyəlikdir. Ən dərin səviyyə 4-dür elə. Digər bəndlərlə baxaq. Məşq zamanı iştirakçılardan biri baş gicəllənmə hiss etdiyini bildirir. Fəaliyyət strategiya ardıcıllıqlı izah elə. İzah eləmək üçün bacarıq və anlayış olsa kifayətdir. Niyə 4-cü səviyyə olsun ki, bu 2-ci səviyyə olsa kifayətdir. Məşq zamanı nəbz göstəricilərinin nəzarətin əhəmiyyətini açıqlayın. Əhəmiyyətini, mənanı deyirəmsə, bu bacarıq və anlayışdır. Bir növ anlamaq, dərk etmək lazımdır. Fiziki yüklənmədən sonra istifadə olunan 2 bərpa edici vasitəni qeyd edin. Mən bunu dəqiq ixtisasımız fiziki tərbiyə deyilsə, biz hardan o bərpa edici vasitənin adını qeyd edə bilərik? Bu dəqiqdə yaddaşa əsaslanan məlumatdır. Bunun üçün xatırlamaq
lazımdır. Bunda çıxırıq. Yaş qruplarına uyğun həftəlik məşq planı tərtib edin və seçilmiş hərəkətlərin hərəkə qabiliyyətinin inkişaf təsirini əsaslandırın. Fikirləri əsaslandırın deyir, təhlil edin deyirsə bu hansı səviyyəyə aiddir? Öncəki sınaq izahlarında, dərs izahlarında dəfələrlə bunu qeyd eləmişik. Bəli, bu strateji düşünməyə aiddir. Düzgün cavabımız oldu A variantı. Baxırıq 5-ci suala. 5-ci sualda nə qeyd olunub? Dərin bilik səviyyəsinə görə strateji düşünmə neçənci səviyyədə dəyərli müdamlərimiz? Bu dəqiqə qeyd elədik ki, strateji düşünmə bəli, 3-cü səviyyədir. İndi bizə nə lazımdır variantlardan? 3-cü səviyyəyə aid olan fikir axtarmaq. Gəlin bəndləri oxuyaq, bir-bir təhlil edək. Mən oxuyuram dəyərli müdamlər. Siz tapırsınız ki, hansı fikir, hansı səviyyəyə aiddir. Həddindən artıq yüklənmənin əlamətlərini izah edin. İzah edin, öz sözlərinizlə danışın, müqayisə edin, fərqləndirin. Neçənci səviyyədir bu? Bu 2-dir. Bizə isə 3 lazımdır. B-yə baxırıq. Məşqdən əvvəl və sonra ürək-damar göstəricilərinin müqayisəli təhlilini aparın. Yəni, adi təhlil deyilmir də, müqayisəli şəkildə. Bu dərin analizlər lazım bunun üçün. Müqayisəli təhlilini aparan, müşahidə cədvəli tərtib edin. Cədvəl tərtib eləmədilər və nəticələri şərh edin. Müqayisəli təhlillər aparmaq, bununla bağlı bir həll yolu müşahidə edirsiniz. İzlədiklərinizə əsasında bir cədvəl tərtib edirsiniz. Bu dərin səviyyədir. Yəni ki, ən dərin səviyyə hansıdır? Genişləndirilmiş düşünmədir. Bizə 3 lazım. Bu lap dərindir. Bunu götürmürəm ona görə. Çünki müqayisəli təhlillər aparmaq, cədvəl hazırlamaq, model hazırlamaq deyirsə, bu 4-cü səviyyədir. Bizə isə 3 lazımdır. İsinmə hərəkətlərinin funksiyalan əhəmiyyətini izah edin. İzah edin dedir. İzah eləmək üçün nə lazımdır? Bacarıq və anlayış. İzah edin, müqayisə edin, fərqləndirin desə, bu 2-ci səviyyədir. D variantına baxırıq. Seçilmiş idman növündə düzgün texniki icranın əsas mərhələlərini izah edin. İzah eləyirsə, bu dəqiqə qeyd elədik ki, izah eləmək üçün nə lazımdır? 2-ci səviyyə lazımdır. Bizə 3 lazımdır. Qamət pozuntusu olan şagird üçün korreksiya proqramı hazırlayın və seçdiyiniz hərəkətlərin biomexanik baxımdan izah edin deyir. Baxın dəyərli müdavimlər, qamət pozuntusu olan şagird üçün koordinasiya proqramı hazırlamalıyıq və seçdiyimiz xüsusiyyəti izah eləməliyik. Yəni öz fikirlərimizi əsaslandırmağı bacarmalıyıq ki, niyə biz bu proqramı seçmişik, niyə biz bunu seçmişik? Fikirləri əsaslandırmaq, təhlil etmək varsa, bu strateji düşünməyə aiddir. Düzgün cavabımız elə Y variantıdır. Baxın, Y variantı oxuyanda məsəl üçün düşünürsünüz ki, bu 4-cü səviyyədir. Bu 4-cü səviyyəlik deyil də, yəni 4-cü səviyyə çatmamış. Orada bir çox məlumatları birləşdirmək, yeni məhsul hazırlamaq, yeni məhsul ortaya qoymaqdır. Burada elə bir şey yoxdur da, yəni o qədər dərinə getməmişik. Qamət pozuntusu olan şagird üçün bir proqram hazırlayırıq və seçdiyimiz hərəkətləri biomexanik baxımdan izah edirik. Yəni ki, seçdiyimiz fikri əsaslandırmağı bacarmalıyıq ki, niyə biz bu fikri əsaslandırmaq, təhlil etmək varsa, seçimimizi qiymətləndirib, seçimimizi dəyərləndirirsə, bu 3-cü səviyyəyə aiddir. Yəni, analiz etmək, təhlil etmək var. O da strateji düşünməyə aiddir. Ümid edirəm ki, sınağın izahı sizlər üçün faydalı oldu.